Herkese salamlar. Putin ve Trump dünya üçün bir testdir. Yani Tanrı ve evren, kainat bir insan üçün çalışmır. O bütün bir toplumlar dünya üçün çalışır ve evvel Putin'i, sonra insanlar aydınlanmadı, sonra Trump'ı gönderdi ki insanlar aydınlansın. Yani zaman zaman toplum xoş dillə anlamayanda onun üçün göydən yaxud da deyək ki evrəndən dəyənəklər, yumruqlar gəlir və aydınlanan insan çoxmu? Gördüyünüz kimi yox, az. Amma aydınlanan azdır deyə əli qolumuzu sallayıb gəzməli deyilik və hər kəs bacardığını etməlidir və bu azları qorumalıyıq. Qış gələndə mən ümumiyyətlə kitablar oxuyuram. Əsasda xaos dövründə sən özünü, öz ağlını qorumaq üçün mütləq ağıllı nələrəsə, dərin nələrəsə müraciət etməlisən. Ətrafında yoxdursa, internetdə axtarırsan, ağıllı, yəni özü bir şeylər yaşamış, filosofları, psixoloqları, psixoterapevtləri dinləyirsən, onların kitablarını oxuyursan və mən bu günlərdə Montaigne'lə söhbət edirəm. 16-cı əsrdə yaşamış və Fransız Renesansının, yəni intibahının ən görkəmli nümayəndələrindən olan filosof Montaigne'in 3 kitablıq təcrübələrini oxuyuram, rusca oxuyuram PDF-dən. Azərbaycan dilində məncə deyəsən yoxdur, çünki tərcümə lazımdır. Əgər tərcümələrdə Montaigne'in kitabları varsa, alıb oxuya bilərsiniz. Montaigne'in dövründə 16-cı əsrdə də o Fransa cəmiyyətini təsvir edir və elə bir indiki Azərbaycan cəmiyyətini görürsən və o deyir ki, fransızlar üçün o dövrdə yalan danışmaq adi bir hal olubdur və ətrafda deyir, doğru düzgün insan tapmaq, nələrsə tapmaq çox çətindir və məcbur olub sonda öz təcrübələrlə kitab yazır və 16-cı əsrdə hansı ki, Katolik kilsəsi hələ də güclü idi və çox qanlı dini mübarizələr gedirdi və belə bir dövrdə Katolik kilsəsinin hökmranlığı cəmiyyəti təsir edib və monarxlar, krallar və onları da bacardıqca Montaigne tənqid etməyə çalışıb, təhlil edib və zaman-zaman Katolik kilsəsi onun kitablarında müəyyən yerləri silməyi ondan tələb edib, amma o silməyib. Sözaltı da olsa, müəyyən nələrsə doğruları çatdırmağa çalışıbdı. O çalışıb aydın dildə yazsın. Yəni Montaigne'in kitabını götürüb elə-belə oxuyası kitab deyil. Belə deyim də, çətin başa düşülən kitab deyil. Sadəcə dərin baxmaq lazımdır. Çünki orada dərin şeylər təhlil olunur və sən bir şeyi oxuyanda, bir şeyə baxanda ondan mesajlar almağı bacarmalısan və mesajlar ala bilmirsənsə, sırf sadəcə hadisələrin nə ilə başlayıb, nə ilə qutardığını izləyirsənsə, sən dərinləşməyəcəksən. Mən sadəcə internetdə Montaigne haqqında nələrsə axtaranda Kaizen'də bir dənə məqaləyə rast gəldim. Ölüm haqqındakı Montaigne fikirlərini tərcümə edib. Tərcümə pis deyil. Linkini aşağıda qoyacağım. İstəsəniz oxuya bilərsiniz. Və ölümə də başqa cür gözlə baxacaqsınız. Və o vaxt Montaigne'də digərləri kimi sussaydı, Fransa indiki Fransa olmayacaqdı. Yəni sən öz həyatına hər şeyə biganə olanda, kainat və Tanrı da sənə biganə olacaq.